küncün bərkidilməsini deyir. Deməli deyir ki, metal künc lövhəciyi masanın ayağına yerləşdirilir. Bax, bu ayağa görürsünüz, bu künc lövhəcikdir. Masanın ayağına yerləşdirildi. Düzdür, masanın ayağına yerləşdirildi. Və e, çərçivəyə əks olan hissədə saxlanıb hər bir tərəfinə bir şurup bərkidilir. Deməli, bunun hər bir tərəfinə bir şurup bərkidilir. Yəqin bu hissələrə deyir də, ya da hər bir tərəfinə bir şurup bərkidilir. Ayaqda lövhəciyin mərkəzindəki deşikdən istiqamətlənən deşik vurğulanır. Bax, bu hələ bura keçməyib də müəllimlər. Bax, bu hissə var ha, görürsünüz bu. Bu bura keçməyib. Yəqin heç bu mil hissə də burada yox imiş. Belə fikirləşək, bu yoxdur. Sadəcə bu lövhəciyi bura bərkitmişik bu formada. Burada deşiklər vurğulamışıq. Bax, burada. İndi bu ayağa, görürsünüz, ayaqda lövhəciyin mərkəzindəki, bax, görürsünüz, ortasındakı, mərkəzdəki deşikdən istiqamətlənən deşik vurğulanır. Burada bir dənə deşik açırlar. Niyə? Çünki bura biz görürsünüz, məsələn, bolt bağlayacağıq. Nəsə bağlamaq lazımdır. Deşik vurğulanır. Lövhəciyi saxlayan şurupla baxın mənlər, biz bunu niyə etmişik? Bax, bir dənə sizə göstəreyim. Biraz bunu səliqəli yazsaydılar, biraz aydın yazsaydılar, bizə asan gələrdi. Mən sizə bunu deyim də, indi nə deyir? Öz sözlərindən deyim bunu sizə. Bizə bunu bir dənə silin bunları. Deməli, mənlər, bax, bu şəkil bizə bunu bir dəfəlik veriblər. Bunu bizə hissə-hissə verməlidirlər. Hansı şey edirlərsə, məsələn, bu şəkildən 3-4 dənə olmalı idi. Mən elə başa düşürəm ki, bax, bu lövhəci, bu ortadakı bu şurup var, bu yoxdur. Bu lövhəci bura bərkidiblər. Bax, hər tərəfdən bir dənə şurup bağlayıblar, görürsünüz. Sonra bunu bu orta hissəsi hardan gələcək, burada hardan deşik açmalıyıq, onu bilmək üçün bunu bura bərkitmişik və görürük ki, hə, bax, burada məsələn deşik açmaq lazımdır. Burada bir dənə deşik açırıq. Deyir ki, ayaqda lövhəciyin mərkəzindəki deşikdən istiqamətlənən deşik vurğulanır. Bax, bu deşikdən bura qədər baxırıq, görək, hə, bax, burada bir dənə deşik açmaq lazımdır. Burada bir dənə deşik açırıq. Deşik açdıqsa, bunu buradan çıxarıq da, bu bizə lazım deyil. Biz bunu bura bərkitmişdik ki, bunun yerini bilək. Harda deşik açmaq lazımdır, onu bilək. Düzdür? Deməli, deşik açılır, deşik vurğulanır. Lövhəciyi saxlayan şuruplar. Bax, bu şuruplar var idi. Yəni, indi bunlar açılır. Lövhəciyi saxlayırdı da bu şuruplar, düzdür? Lövhəciyi saxlayan bu şuruplar və lövhəciyin üzü çıxarılır. Çıxartdıq, bax, bu deşik, bunun yerini bildik, bunu deşdik. Artıq bu bizə lazım deyil. Bunu çıxartdıq buradan. Biraz qarışıqdır. Nəsə, yəqin elə bilirəm, burada nəyisə yeri dəyişik düşüb. Çıxartdıq onu. Yastağız kəlbətinlə boltun mərkəzindən tutulur və uzundakı yivin bütünlüklə ayağa daxil olması şərti ilə burularaq bərkidir. İndi mən belə başa düşürəm ki, bu lövhəcik burada yoxdur. Bu lövhəciyi buradan çıxarıblar, düzdür? Bax, bu şurup özü bundan əvvəl bu yoxdur da, bu boltdur da yəqin ki. Kəlbətinlə bu boltu götürürlər, bu mərkəzdən tutulur və özündəki, bax, bu ayağa görürsünüz, bu hissəyə bu bolt bərkidilir. Mən elə başa düşürəm bu cümlələrdən. Bu bolt bura bərkidilir və bütünlükdə bu bolt ayağa daxil olur. Burularaq bərkidilir. Bütün şuruplar qoyulan lövhəcik çərçivəyə bərkidilmək üçün yerinə qaytarılır. Deməli, bu orta hissəni bura bərkitmişik biz, bu bolta. İndi bu çərçivəni də gətirib bura keçirdirik. Sonra yenə də şuruplarını vururuq. Sonra bu bolt boş qalır, baxın burada. Şuruplarını deməli yerinə qaytarılır. Şuruplar və qoyulan lövhəcik çərçivəyə, bu çərçivə budur, bu masanın çərçivəsinə bərkidilmək üçün öz yerinə qaytarılır və görə bilmiyorum sözləri. Qaytarılır və şuruplu bolta, bax, bu şurup buradadır, çərçivə də öz yerindədir. Bu çərçivə burada qalmaz axı, baxın mənlər. Bu çərçivə burada qalmaz. Bunu nə etməliyik? Bu buradan düzdür, boltlar bunu tutub, amma bu hissə də var. Ha, burada boşluq yaranacaq həmişə. Ona görə bu hissəni də biz etibarlı etməliyik. Bunun da qarşısını almalıyıq. Ona görə də bu hissəyə də şaybadan sonra qayka bağlayırıq. Şaybadan sonra qayka bağlayırıq. Yəni, nə yalan deyim, əslində biraz çaşdırıcıdır. İndi öz başa düşdüyüm formada demək istədim. Deməli, bunun şəkilə baxıb həmişə öyrənin, danışın özünüz üçün. Deməli, burada bu hissədə biz deşik açıb bura bolt taxırıq. Bax, bu boltu belə taxacaq. Bu yoxdur hələ burada. Onu bilmək üçün də bu lövhəciyi bura müvəqqəti bağlayıram. Burada şuruplarla bərkidirəm. Sonra bunu bilirəm də harda, burada deşik açmalıyam. Deşik açıram. Sonra o deşiyi açdıqsa
Neyinirik? Lövhəciyi də oradan çıxarırıq. Çünki lövhəcik bizə nə üçün lazım idi? Bu ortanın mərkəzi bilmək üçün. Bax, bu dairə var ha. Bu dairənin içindən bolt keçəcək. Bu bolt, burada bolt olacaq ayaqda. Bu lövhəcik gələcək o bolta keçəcək. Sonra biz onu burada sabitləyəcək. Kənarlarına da şuruplarla bərkidəcək. Onu bilmək üçün biz müvəqqəti olaraq bu lövhəciyi bura bərkitdik. Sonra ortada yeri təyin etdik ki, hə, bax burada deşik açmalıyam, boltu bura taxmalıyam. Deməli, bolt yerin təyin etdiyi deşik açdıq. Artıq lövhəcik burada sadəcə kənarlaşdırılır. Lövhəciyi buradan götürürük. Nə edirik? Kəlbətinlə bu boltu bu ayağa bərkidirik. Boltu ayağa bərkidirik. Məsələn, bax bu ayaqdır. Bura bolt bərkitdi. İndi lövhəciyi gətirib bu boltun üzərinə biz taxmalıyıq. Ondan sonra şuruplarla bərkidirik. Sonra bu bolt var axı, bolta da qayka, şayba, nə bilim, onları bərkidib bağlayıb möhkəmləndiririk. Belə. İndi nə aydın olmasa deyərsiniz. Gəlin yenə də buradakı ardıcılığa da bir dəfə baxaq. Metal künc lövhəciyi masanın ayağına yerləşdirir və çərçivəyə əks olan hissədə saxlanıb hər tərəfinə bir şurup bərkidir. Gözünüzün önünə gətirin mən dediyimi. Deməli, bu masanı tutalım ki, ayaq hissəsidir. Bu da lövhəcikdir. Bunu mən masaya müvəqqəti olaraq ayaq hissəsinə bərkitdim, çərçivə hissəsinə. Nə edirəm? Çünki burada bilməliyəm də mən hara boltu taxacam. Bunun mərkəzi var da burada. Hə. Deməli, mən bunu gətirdim, bərkitdim masaya. Masaya bərkitdim. Hər bir tərəfinə bir dənə şurup bağladım. Və ayaq var burada, ayaq. Bu ayaqda bilməliyəm ki, bu gələcək bax təqribi məsələn, bu hissədə deşik açmalıyam. Düzdür? Bunu belə baxsam, hə, bax bu hissəyə nə etməliyəm? Buradan getsə bu hissədə deşik açılmalıdır. Onun yerini təqribi bildim. İndi burada da məsələn deşik açdıq. Artıq bu çərçivə bizə lazım deyil. İndi biz bu çərçivəni buradan götürürük. Və mən ora baxmıram, özümdən deyirəm. Şurupları söktük, bu çərçivəni buradan çıxartdıq. Və nə edirik? Boltu bura taxırıq. Kəlbətinimizi götürdük. Bax, bu hissəyə, həmin bu nişanladığımız yerə bu formada bir boltumuzu taxdıq. Düzdür? Boltu taxdıq. Hə, boltu taxdıq. İndi nə edirik? Deməli, kəlbətinlə boltun mərkəzindən tutulur və uzundakı yivin bütünlüklə ayağa daxil olması şərtilə burulaq bərkit. Deməli, bu bolt gəldi, bu ayağa daxil oldu. Ayağa daxil oldu. Sonra nə edirik? Bütün şuruplar qoyulan lövhəcik çərçivəyə bərkidilmək üçün yerinə qaytarılır. Deməli, çərçivə də qayıdır öz yerinə. Bu hissədə də öz yerinə qayıdır. Deməli, şurup, bax, indi bu şurubun bir hissəsində boşdur da, şuruplu boltdur, düzdür? Bu hissəyə də nə edirik biz? Köməkçi şayba və qanadlı qayka yerləşdirilib sıxılır. Yəni burada sabit olsun deyə ona köməkçi qayka və qanadlı köməkçi şayba və qanadlı qayka yerləşdirilib sıxılır. Çox asan deməlilər, çox asan həqiqətən də. Deməli, lövhəciyi masanın ayağına yerləşdirdik. Hər tərəfinə bir dənə şurup bağlayıb bərkitdik. Ayaqda lövhəciyin mərkəzindəki, bax, o lövhəciyin öz deşik, lövhəciyin özündə olan deşikdən istiqamətlənən deşik burulğanı. Yəni ayaqda, orada şəkildə gördünüzdə siz, lövhəciyin ortasında, mərkəzində deşik var. Hə? Oradan istiqamətlənən deşik burulğanır. Yəni oradan lövhəciyi biz ayağa bərkitmək üçün oradan şurup keçirdəcəyik, bolt keçirdəcəyik. Onun yerini tənzimlədik. Düzdür? Sonra lövhəciyi saxlayan şuruplar və lövhəciyin üzü çıxartdıq. Artıq lövhəciyi biz oradan çıxartdıq. Həmin o deşik açmışdıq da bolt üçün. O boltu kəlbətinlə tutub, həmin o mərkəzindən tutub, həmin deməli, ayaqda olan bütünlüklə ayağa daxil olmasına şərait yaratdıq, burduq və bərkitdik. Və boltu bağlamışıq. İndi lövhəcikdə